Dostlar, salam. Bu yaxınlarda sosial şəbəkədə bir video rastıma çıxdı. Böyük hərflərlə yazıblar ki, Nimesil mədəni qanadır. Bu bəyəm yenilik idi ki, Nimesildir, ketanaldır, diklofenakdır və bu qrup dərmanlar təbii ki, mədəni qanada bilər. Bu həmişə ədəbiyyatda olub. Əgər mədədə problem varsa, bu barədə bütün ədəbiyyatlarda məlumat var. Universitetdə, tibb universitetinin keçirlər, həkimlər bilirlər. Ona görə bu qrup dərmanları təyin eləyəndə ilkin olaraq öyrənirik, görək mədədə problem var ya yoxdur. Ümumiyyətlə bu dərmanları içəndə mədə qoruyucu preparatlardan da yanaşı istifadə etmək daha məsləhətdir ki, sonra belə bir problemlər olmasın. Və yaxud da əgər siz bilirsiniz ki, sizin mədənizdə problem var, eroziya, xora, qastrit, bu barədə mütləq həkimə məlumat verməlisiniz. Baxmayaraq ki, həkimin yanına, misal üçün, oynaq problemi ilə müraciət etmişsiniz. Yəni, əgər məcburdursa bu dərmanları yazmaq həkim, yəni diklofenakdır, ketanaldır, nimesildir, bu preparatları yazmağa məcburdursa, yanaşı mütləq mədə qoruyucu dərmanlar yazılmalıdır. Çünki həmin o eroziya, həmin o xora əgər mədədə varsa, bunlar qanaxmaya səbəb ola bilər. Yəni, bu nimesili antireklam eləmək ki, belənsinə bu mədəni qanadır, mən bilən bu köhnə bir məlumatdır. Çünki tək nimesil deyil mədəni qanadan. Ümumiyyətlə, bu ağrı kəsicilərdən imkan olarsa, nisbətən uzaq gəzmək lazımdır. Öz başına içmək lazımdır, yalnız həkimin göstərişi ilə. Yenə də qərar sizindir, mən yalnız məsləhət verirəm. Videonu sona qədər izlədinizsə, kanalımıza abunə olun, videonu paylaşın, çox sağ olun, minnətdarım.